Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə biz 28 dekabr 2025-ci ildə təşkil olunan OTK sınağının 11-ci sinif ingilis dili izahına baxırıq. Deməli, baxırıq burada bizdən nə istəyir? Nick smiled, trying. Baxıram ki, smiled feildir. Feildirsə mən burada sifətlərin üstündən rahatlıqla xətt çəkirəm. Və burada maç olan yerdə dedik ki, bizə müqayisə lazımdır. Ona görə düzgün cavab Bakı variantı, B variantı. 57-ci testə baxırıq. There was no firefighters. Burada fighters cəmdədir. Niyə was verib were verərdi? The noise from the... Baxın, 2 burada düzgündür 57-də. Çünki fromdan əvvələ baxıram, təkdə olduğu üçün was götürüb xəbəri. A few slices of cake were... Bəli, bir də 3 düzgündür. 2, 3. E variantı düzgün cavabımızdır. 58-ci testə baxıram. Susan doesn't have to come to the office. She can work from home. Gəlməli deyil. O evdən də işləyə bilər. Bəli, birinci cümləni götürürük. Sonra Fred has to olardı, have to olmazdı. Several fish were deməyici 3 düzgündür. Və the goose's feathers burada cəmdədir. Niyə bunu tək verib yanlışdır? Və boss və burada baxıram ki, boss'un xəbəri cəmdə olmalıdır, ilə cəmdə veribdir. 1, 3, 5 B variantı, Bakı variantı 58-də düzgün cavabımızdır. Davam edirik. 59-cu testlə davam edirik. Curiosity, maraq, a strong desire, 1-də olacaq A variantı. Sonra 2-də meeting to discuss something to get advice, 2-də olacaq A variantı. 3-də də innovation, 3-də də B variantı. A, burada A yazmışam, sorry. Burada C. 1-də curiosity dedik, strong desire. C, A, B, C, A, B, B variantı düzgün cavabımızdır. Davam edirik. Altmışıncı testlə davam edəcəyik. 60-cı testlə davam edirik. Bizdən adjektivləri istəyir. Baxırıq burada not yoxdur. Niyə so qoyub? 2 yanlışdır, 1 düzgündür. Enough, burada baxıram. Dən varsa enough olmaz, yanlışdır. Burada more yoxdur, yanlışdır. 5, 1, 5 E variantı düzgün cavabımızdır. 61-ci testə baxırıq. Sarah has looked, has veribdir. Burada baxın, while veribdirsə, burada has o zaman verə bilərdi ki, keçmiş zamandan ancaq və ancaq since olsun cümlədə. Since yoxdursa, bu iki zaman eyni yerdə işlədə bilmərik, bunu da işlədə bilmərik. Deməli, looks-la had də işlədə bilmərik. Was, D variantı burada düzgün cavabımızdır ki, ikisində keçmişdə bizdən tələb etdi. 62-ci testə baxıram. 62-ci testdə before da yenə onun kimi, yəni before olan yerdə has və keçmiş zamanı bir yerdə qoya bilmərik. Will before'dan sonra gəlməz, will before'dan sonra gəlməz. Had, has eyni anda işlənməz. E variantı düzgün cavabımızdır. 63-cü testə baxıram. You have a better result this time. There are mistakes in your test. Sənin daha yaxşı nəticən ola bilərdi. Sənin çoxlu səhvlərin var, testində çoxlu səhvlərin var. B variantı. A variantında deyir ki, sənin az səhvlərin var. Only a few ilə işlənər. Daha çox səhvin var. Çoxlu səhvlərin var. Burada more mistakes uyğun gəlməyəcək. Enough kifayət qədər səhvin var. Xeyr, çoxlu səhvlərin var. Və 64-cü testə baxıram. 64-cü testdə how do you rate? Children cəmdədir. Cəmdədirsə 5 hərfli qoymalıyıq. 4 hərflərin üstünə xətt çəkirik. Burada da baxıram. Of-dan sonra təbii olaraq C gələ bilməz. A variantı burada düzgün cavabımızdır. 65-ci testə baxıram. 65-ci testdə a lot of guests at the party. Çoxlu deyir ki, qonaqlar var idi qonaqlıqda. O danışırdılar, amma yemirdilər. Bax, hər kəs danışırdı, amma heç kimi yemirdi.
Bəli, nobody xəbəri təkdə tələb eləyir. Burada E variantı düzgün cavabımızdır. 66-cı testdə baxırıq. 66-cı testdə Alif, E variantı düzgün cavabımızdır. 67-ci testdə baxıram. Conversation sayıla bilir. A good conversation. Change a person's mood. Baxın, persons'ına görə and olmaz. Birinci bunları silirik. Conversation da sayıla bildiyinə görə və qarşısında sifət gəldiyinə görə E artiklı olar. B variantı düzgün cavabımızdır. A pair of woolen socks. A pair of woolen socks. Pairdən sonra cəm isim gəlir. Deməli, C variantı burada düzgündür. Few'dan sonra flowers cəmdə olardı. Burada projects cəmdə olardı. Channel cəmdə olardı. Books yenə cəmdə olardı. 69-cu testlə davam edirəm. 69-cu testdə they finally found an apartment with the heating system. Sistem sayıla bilir, qarşısında sifət gəlib, adi və yaxud da müqayisə dərəcəsidirsə, onda biz an artiklı ancaq istifadə edə bilərik. İkinci tərəfdən gedirəm, artikllarını silirəm, Z artiklını silirəm. Burada apartmandan da ən apartman olduğuna görə 69-da B variantı. 70-ci testdə baxıram, bizdən isimləri istəyir. İsimlər E variantı bizim düzgün cavabımızdır. Davam edirik. 71-ci testdə davam edirik. Bizdən düzgün passive case istəyir. Lisa və Thomasın cəketi deyirəm. Hər ikisində apostrof varsa, onda cəket sözündə də cəmlənməli idi, yanlışdır. Sofiyanın hazırlığı is preparing. Burada başqa bir feil yoxdur, ona görə 2 də yanlışdır. Tomun cavabı helped. Bəli, 3 düzgündür və 4 düzgün cavabımızdır E variantı. Davam edirik. Burada bizdən nə istəyir? Burada bizim mətnimizdir. Gəlin mətnimizə baxaq. Deməli, nə haqqındadır mətin? Baxırıq cümləmizin əvvəl cümlələrinə, mətnimizin əvvəl cümlələrinə. Görkəmli Azərbaycan rəssamları idi. Ən məşhur young age, cavan yaşlarında böyük maraq göstərmişdi. Burada təbiətdən söhbət getmir, müxtəlif Azərbaycan yerlərindən söhbət getmir, sərgidən söhbət getmir. Artist with unique talent. Rəssamlar, amma burada bizdə deyir ki, rəssamlar deyir, amma burada bir dənə rəssamdan söhbət getdiyinə görə E variantı silirik. A variantı düzgün cavabımızdır. 73-cü testdə baxırıq. 73-cü testdə yanlış olanı deyir. Yanlış olanı deyir, ona görə biz təbii olaraq bütün cümlələri axtarıb tapmalıyıq. Bəhlulzadə deyir, have been shown not only Azərbaycan, həmçinin Azərbaycanda yox, həmçinin deyir, xaricdə də tanınmışdı. Bəli, burada Moskva sözündən gördüksə, deməli bu düzgün cavabımızdır. Birincini silirik. Birinci bizə lazım deyil. Yanlış olan istəyirik. Bəhlulzadənin işi some styles of arts. Bu ola bilər. Heç məsələn some styles arts. Belə olanda mütləq və mütləq biz mətndən cavabları tapmalıyıq. Amma hardasa düşünürəm ki, bu da ola bilər. Və Bəhlulzadə Founded Modern Azərbaycan Landscape Painting. Gəlin baxaq. Modern, baxın cümlə burada var. Deməli, o da düzgündür. Üçü də silirik. Bəhruzədə was a creator of traditional technique. Traditional teknikin yaratıcısı idi. Qoyun ikisinə də baxaq uşaqlar. Birinci dəfə Bəhruzədə realistik formada təbiəti rəyləmişdi. Təbiət bir dəqiqə. Birinci də yoxdur. Traditional techniques, bəli, bu da var. D variantında siləcəyik, bu da var. Sonra bir dəqiqə. Realistic style'da deyir, rəhləmişdi birinci dəfə. Gəlin baxaq, onu axtaraq. Sonuncu E variantı qaldı. Deməli, by using combination of pale colors and strong
brushworks. He managed to make nature appear even more vivid and magical than in reality. His paintings often reflect the beauty of Azerbaijan's mountains, river, village. Um, Burada deyir ki, Bəhruzədə birinci dəfə texnik yaradıcısıdır D variantında. Amma burada mən tam oxuyub fikir verməmişdim. Amma burada deyir ki, ə, erkən bir Bəhruzədə following traditional techniques. Yəni var imiş o onu izləyibdi. Var olanı izləyibdi. Ona görə D variantı burada bizdə yanlışdır. D variantı 73-də yanlışdır. 74-cü testə baxırıq. He used soft colors and strong. Hə, belə olanda biz nə edirik? 3 nöqtə olanda cümləni axtarırıq və ona uyğun cavabları tapırıq. Soft colors and strong painting lines to make. Aha, gəlin baxaq. He used soft colors and strong paintings. Strong. Aha, burada tam olaraq burada belə bir şey var. Onu oxşayan. Gəlin baxaq görək onun ardınca cümlələr necədir. Deməli 2 bizdə uyğundur. Bir də 3 uyğun gələcək. 4 tamamilə əlaqəsiz bir şeydir. More bright göstərir. His painting resemble photos of Earth. 2-3 burada A variantı düzgün cavabımızdır. Baxın, buradadır. Remind viewers of photos of Earth taken from space. Baxın. Bəli, hər biri burada verilibdir. 74-də A variantı düzgün cavabımızdır. 75-ci testə baxırıq. What did... Belə olanda biz nə edirik? Bunu silirik. Səttar Bəhruzədə during his creative career. Nə elədi? Gəlin indi onlara baxaq. His creative career. Burada olmalıydı. Bayaq gözümə sataşmışdım. Elə olanda mətni, cümləni tapmalıyıq və arxasındakı sözləri uyğunlaşdırmalıyıq uşaqlar. Was received many awards. Çoxlu deyir mükafatlar qazandı və müxtəlif ölkələrdə sərgilər təşkil etdi. Gəlin baxaq uşaqlar. Deməli, ikinci düzgün cavabımızdır. Sonra 5-ci düzgün cavabımızdır. Bir də birinci düzgün cavabımızdır ki, burada hər biri var. Davam edirik 76-cı testdə. Burada 3 dənə cümlə yazmalıyıq. Suala cavab verərək. Orada baxır kim necə yazıbdır. 3-cü paragrafda ən uyğun definitionu somebody desire, confidence, təxmini bildim ki, məsəl deyir ruhlandırmaqda 3-cü paragrafda including inspire. Baxın, buradakı inspire sözü, ruhlandırmaq sözü. Deməli, orada inspire yazanların hər birində cavab düzgündür. Davam edirik. 2 dənə sözü dəyişməklə istifadə edə bilərik. Burada təbii olaraq sizin sinonim, antonim bacarıqlarınız önə gəlir və burada da yenə sinonimini istəyir. Profession, career, 79-cunda career cavabı düzgün cavabımızdır.